Senden başlandı yurdumun aydın seheri. Şaşahat olsun ki son zamanlarını satın. Necdeden korkmayan bir bu tarihi geleneği dövüş meydanları şehirler vererek geleneği kazandı.
mən elə hesab edirəm ki, qonaqlarımız ürəyindən olar və eyni zamanda qrup nümayəndələri ürəyindən olar ki, bir sıra təklifləri təşkilat komitəsi adından irəli sürək və inşallah sizin de müdafiə edərsiniz, eləməzsiniz, sizin səlahiyyətinizə aiddir. İcazə verin, elan edeyim ki, təşkilat komitəsi məlumatına əsasən qurultayda 54 rayon şöbəsindən, rayon və şəhər şöbəsindən 367 nəfər iştirak edir və eyni zamanda 39 nəfər qonağımız iştirak edir. Hamısını ürəkdən salamlayırıq, xoş gəlirlər. Burada iştirak edən hörmətli partiya sədrlərinin, hörmətli generalımız, polkovnik həbslərimizi, hörmətli qazimiz və veteranlarımızı icazə verin, xüsusi bir salamlar, bir daha salamlar. Demək, icazə verin indi də, demək, dövlət himnini eşitək, elan edək, həm də bir balaca balalarımız da onları ifa eləsinlər. Buyurun, dövlət himnini səsləndirin. Kadra düşürsən, nəsən kes bu tərəfə, sən bu tərəfə. Baş eləmişəm. Şimdi gördüm ki Novella Hanım da buradadır. Novella Hanım başta olmadan bütün kadınları tutusu salamıyor. İndi ise icazə verin, vətənimizin azadlığı uğrunda və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqə sükutuna yad edin.
Qonaqlarımız Təşkilat Komitəsinin qərarına əsasən riyasət heyəti seçilməlidir bizdən. Təklif olunur ki, aşağıdakı şəxslər riyasət heyətinin elan verir ki, kim qeydiyyatdan keçmişsə, bizim təzə gələnlər var, onlar da keçsinlər. Demək, Təşkilat Komitəsi təklif edir ki, riyasət heyətinə Vəhdət Partiyasının baş məclisinin sədri Akademik Fətəddin Ağayev Ağazadə buyursun. Mərkəz Nizam Təftiş Komissiyası sədri Etibar Səmədov. Partiyanın uzun müddət birinci müavini, sədrin birinci müavini Abba Manatov və Təşkilat Komitəsinin görkəmli şəxsləri Tərlan Xəlilov, Rəsulov Daşqın. Etiraz eləmişsinizdə yerinə tutsunlar bu adamlar. Ya əlavə təklifiniz yoxdur? Qəbul olunsun. Qəbul olunsun. Təşəkkür edirəm. Xahiş edirəm yerinizi tutun. İşi sürətləndirməyə sizin vaxtınızı almamadan ötürü bayaq elan edeyim kimi bir sıra təklifləri Təşkilat Komitəsi özü irəli sürür ki, tez vəziyyətinə görə var. O nöqteyi nəzərdən biz qurultayın kafirliyinə Təşkilat Komitəsi təklif edir ki, Rəhimən Yedərova, Zavur Kərim və Məmmədova Nərmin 3 nəfərdən ibarət olsun. Və dostum, kim razısa xahiş edirəm, səs versin belə deyək. Mantık elə səs olmasa da qəbul olsun. Xahiş edirəm, yerlərin üstünə baxın. Təşkilat Komitəsi təklif edir ki, 3 nəfərdən ibarət sahib komissiyası müəyyən olsun və bu adamları təklif edir Təşkilat Komitəsi. Coşqun Güc sahibi Zavud Əhmədov, Afrandir Məmmədov. Nə kimi başqa təklif var? Qəbul olunsun. Xahiş edirəm, sahib komissiyası da işlə məşğul olsun və etiraz eləmişsinizsə, vaxtı uzatmamaqdan ötürü sahib komissiyası növbəti dövrdə hesablama komissiyası funksiyasını yerinə yetirsin və sayıların nəticələri barədə biz burada təşkilatı məsələlərdə səsvermə keçirəcəyik. Onun nəticələri haqqında hesablama komissiyasının rəyini bizə təqdim eləsin. Etirazı yoxdur. Təşəkkür edirəm. Deməli, Təşkilat Komitəsi təklif edir ki, 3 nəfərdən ibarət mandat komissiyası kifayət edir. Etirazınız yoxdur ki, 3 nəfərdən ibarət. Təşkilat Komitəsi təklif edir ki, mandat komissiyasının üzvlərinə Zahir İbrahimov, Meyqullah Meyqullayev və Qərinə Balayeva seçilsinlər. Etirazınız yoxdur ki? Başqa təklif yoxdur. Təşəkkür edirəm. Mandat komissiyasından xahiş edirəm ki, özləri öz arasından sahib komissiyası olar, razılaşsınlar, özlərinin sədr və kafir rəhbərini seçsinlər və qrupaya məruzə edəcək şəxsi müəyyən etsinlər. Əziz qrupa iştirakçıları, reglament biz müəyyən eləməliyik. Reglament deməli, protokola əlavə olunacaq. Yenə Təşkilat Komitəsi təklif edir ki, reglament aşağıdakı kimi olsun. Səs vermə, yəni qrupların səlahiyyəti açıq keçirilsin. Qapalı səs vermə bir neçə saat apara bilər. Ona görə belə təşkilat yerlərin qrupa nümayəndələrini müraciət edir. Etiraz eləmirsiniz ki, açıq səs vermə keçirmək. Təşəkkür edirəm. Və təklif olunur ki, məruzələr üçün 11-20 dəqiqə, çıxışlar üçün 5 dəqiqə, replikalar üçün 2 dəqiqə olsun və eyni zamanda sədrlik edən hər kim olan. İştirakçıları, hörmətli qonaqlar. Təşkilat Komitəsi bir qərarı gəlir, Vəhdət Partiyasının zamanəsində bir sıra dəyişikliklər edəcək. Bu zamanı burada
Vəhdət Partiyasının üzvlərinə açanlar baxsınlar. Demək, 8.1-ci maddəyə belə bir cümlə əlavə olunur. Qurultay ayrısı dövründə baş məclisə yeni köçük qəbulu baş məclis tərəfindən həyat edilir. Təşrifiniz sizə çatdırır. Bilirsiniz, Vəhdət Partiyasında mən özüm də hər zaman düşünmüşəm ki, necə eləyək ki, yenilik olsun. Bu misal vaxtı ilə misal deyək ki, Vətəndaş Əlaqələri Partiyası şəxsən mən təşrif elədik, birləşək, Vəhdət olsun, amma Sabir bəyin rəhbərliyinə. Yəni, həmişə onun tərəfdarı olmuşam, həmrəylik, vəzifədə qurulum. Bunun üçün o vaxt komissiyaları yarattı, buna imkan vermədilər. İndi biz qərarına gəldik ki, bütün təşkilat komitəsi uzun müddətdən bəri hamımız düşündük, daşındır ki, partiyada yenilənmə, cavanlaşma, gəncləşmə lazımdır. Və biz hamımız onlara kömək eləmək məcburiyyətliyiz. Hamımız kömək eləmək gerək zaman deyildir. Bilirsinizmi? Mən bayaqdan bir neçə nəzəriyyədən danışdım, amma GT deyərdi ki, dostum, nəzəriyyə quru bir şeydir, həyat ağacı isə daim yaşır. Mən hesab edirəm ki, və təşkilat komitəsindən mənə razıdır ki, partiya böyüməlidir, genişlənməlidir. Təkcə nəzəriyyə ilə bir şey çıxmır. Bayaqdan mən danışdım. Partiyada təşkilatı işlər getməlidir, şöbələrimiz böyüməlidir, gənclər təşkilatımız böyüməlidir, qadınlar təşkilatımız böyüməlidir. Sağ olsun bizim qadınlar təşkilatımız, Zadəyələ xanım da buradadır. İndi gənclər təşkilatımız xaricdədir, sərdir. Böyüməli, inkişaf eləməlidir. Ona görə də çox düşünmüşük, çox belə fikirləşmişik ki, Vəhdət Partiyasına yeni sədr lazımdır. Və biz hamımız ona kömək eləməliyik. Və o elə bir şəxs olmalıdır ki, təşkilatı qabiliyyəti, onun partiyanı idarə etmək gücü, rayon şəhər şöbələrini diri saxlamaq, sədr aparatını diri saxlamaq və vacibdir. Bu nöqteyi nəzərdən mən Vəhdət Partiyasının sədr müavini, demək, Adəm Bakuvini mən təklif eləmək istəyirəm. Xahiş edirəm, siz dinləyəsiniz, mən onun tərcümeyanı sizə təqdim edirəm. 1974-cü il noyabr 17-sində Bakı şəhərində anadan olub, 1990-cı ildə Bakı Sosial İdarəetmə və Partiyologiya İnstitutunun, hazırki Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəsi Akademiyası, Partiyologiya Fakültəsinin Ali və Orta Təhsil müəssisəsində siyasi fən müəllimi və partiyolog dövlətşünas ixtisası üzrə bitirir. 1999-cu ildə Ədliyyə Nazirliyi Xasan Əhmədov adına Hüquq Kadrları Təkmilləşdirmə İnstitutunu hazırda Ədliyyə Akademiyasıdır. İxtisas artırma kurslarını tamamlayıb. 2002-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Bərməyin adına Fəlsəfə və Hüquq İnstitutunun Dövlət Hüquq və İdarəsi ixtisası üzrə aspiranturasını 2007-ci ildə Bakı Dövlət Universiteti Hüquq Fakültəsinin Hüquqşünas ixtisası üzrə 2013-cü ildə Ukrayna Beynəlxalq Kadr Akademiyasının aspiranturasını bitirmişdir. Fəlsəfə üzrə doktorudur. Fəlsəfə üzrə elmlər doktorudur. Deməli, əməl fəaliyyətinə 91-ci ildə fəaliyyət kimi başlayıb. Sonraki illərdə müxtəlif sahələrdə usta, idarə rəisi, direktor, baş direktor, müşahidə şurasının sədri, şöbə müdürü müavini, şöbə müdürü, müşavir vəzifələrində çalışıb. Prezident yanında Dövlət İdarəsi Akademiyasının müəllimidir, Haqqının Səbəl portalının icraçı direktorudur. 2019-2023-cü illərdə Şirvan Xeyriyyə Cəmiyyətinin sədri olub. 2024-cü ildən etibarən hal-hazırda Xəzər Beynəlxalq Fondunun rəhbərlik vəzifəsində icra edir. 2024-cü ildə Növbətənkəran prezident seçkilərində mənim səsim seçki monitoring koalisiyasının təşkilatçısı olub. Beynəlxalq konferans və simpoziumlarda moderator və məruzəsi kimi iştirak edir. Hüquq, tarix, fəlsəfə, beynəlxalq münasibətlər və multikulturalizm sahələrində 300-ə yaxın çıxışları olub. 4 ölkədə nəşr edilmiş 7 kitabın, yer gəlmiş onun sirvəsi romanında oxumuşam son dövrlərdə. 2 tezin, 8 avtoreferat və çox saylı monografiya və məqalələrin müəllifidir. Azərbaycan Respublikası Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvüdür hər ikisinin. Həmçinin Azərbaycan Ədəbiyyat Fondunun sədr müavinidir. Vəhdət Partiyasının beynəlxalq əlaqələr üzrə sədr müavini kimi də ictimai siyasi fəaliyyətini davam etdirir.
mütəmadi olaraq yerli və beynəlxalq media orqanlarında, kütləvi informasiya vasitələrində, siyasi, ictimai və analitik mövzularda məqalələrlə çıxışlar edir. Aktual proseslərə dair dərin təhlillər və ekspert rəylərini təqdim edir. Hərbi mükəlləfiyyətlidir, baş leytinatdır. Generalın yanında oturur. Baş leytinatdır. Böyütmək lazımdır. Xahiş edir. Təşrifini sizə çatdırır. Bilirsiniz, Vəhdət Partiyasında mən özüm də hər zaman düşünmüşəm ki, necə eləyək ki, yenilik olsun. Bu hesab vaxtı ilə misal deyək ki, Vətəndaş Əmrəli Partiyası şəxsən mən təşrif elədik, birləşək, Vəhdət olsun, amma Sabir bəyin rəhbərliyinə. Yəni, həmişə bunun tərəfdarı olmuşam, həmrəylik, vəzifədə qurulma. Bunun üçün o vaxt komissiyalar yarattı, buna imkan vermədilər. İndi biz qərarına gəldik ki, bütün təşkilat komitəsi uzun müddətdən bəri hamımız düşündük, daşındıq ki, partiyada yenilənmə, cavanlaşma, gəncləşmə lazımdır. Və biz hamımız da onlara kömək eləmək məcburiyyətliyiz. Hamımız kömək eləmək gerək cavan heyətə. Bilirsiniz mi? Mən bayaqdan bir neçə nəzəriyyədən danışdığıma GT deyərdi ki, dostum, nəzəriyyə quru bir şeydir, həyat ağacı isə daim yaşır. Yəni, Vəhdət Partiyasının inkişafı üçün böyüməsi, gəncləşməsi üçün inkişaf eləmək icazə verirsiniz. Mustafa. Mən hesab edirəm ki, təşkilat komitəsində mənə razıdır ki, partiya böyüməlidir, genişlənməlidir. Təkcə nəzəriyyə ilə bir şey çıxmır. Bayaqdan mən danışdım. Partiyada təşkilatı işlər gitməlidir, şöbələrimiz böyüməlidir, gənclər təşkilatımız böyüməlidir, qadınlar təşkilatımız böyüməlidir. Sağ olsun bizim qadınlar təşkilatımız Zadəyələ xanım da buradadır. Gənclər təşkilatımız xaricdədir, sədri. Böyüməli, inkişaf eləməlidir. Ona görə də çox düşünmüşük, çox belə fikirləşmişik ki, Vəhdət Partiyasına yeni sədr lazımdır. Və biz hamımız ona kömək eləməliyik. Və o elə bir şəxs olmalıdır ki, təşkilatı qabiliyyəti, onun partiyanı idarə etmək gücü, rayon şəhər şöbələrini diri saxlamaq, sədr aparatını diri saxlamaq və vacibdir. Bu nöqteyi nəzərdən mən Vəhdət Partiyasının sədr müavini, demək, Adəm Bakuvini mən təklif eləmək istəyirəm. Xahiş edirəm, siz dinləyərsiniz, mən onun tərcümeyanı sizə təqdim edirəm. 1974-cü il noyabr 17-sində Bakı şəhərində anadan olub, 1996-cı ildə Bakı Sosial İdarə Etmə Partiyologiya İnstitutunun, hazırki Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəsi Akademiyası, Partiyologiya Fakültəsinin Ali və Orta Təhsil müəssisəsində siyasi fən müəllimi və partiyolog dövlətşünas ixtisası üzrə bitirir. 1999-cu ildə Ədliyyə Nazirliyi Xasan Əhmədov adına Hüquq Kadrları Təkmilləşdirmə İnstitutunun Hazır Ədliyyə Akademiyasıdır. İxtisas artırma kurslarını tamamlayıb. 2002-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Bərməyin yanlarına Fəlsəfə və Hüquq İnstitutunun Dövlət Hüquq və İdarəsi ixtisası üzrə aspiranturasını 2007-ci ildə Bakı Dövlət Universiteti Hüquq Fakültəsinin Hüquqşünas ixtisası üzrə 2013-cü ildə Ukrayna Beynəlxalq Kadr Akademiyasının aspiranturasını bitirmişdir. Fəlsəfə üzrə doktorudur. Fəlsəfə üzrə elmlər doktorudur. Demək, əməl fəaliyyətinə 91-ci ildə fəaliyyət kimi başlayır. Sonraki illərdə müxtəlif sahələrdə usta, idarə rəisi, direktor, baş direktor, müşahidə şurasının sədri, şöbə müdürü müavini, şöbə müdürü, müşavir vəzifələrində çalışır. Prezident yanında Dövlət İdarəsi Akademiyasının müəllimidir, Haqqınız Xəbər portalının icraçı direktorudur. 2019-2023-cü illərdə Şirvan Xeyriyyə Cəmiyyətinin sədri olub. 2024-cü ildən etibarən hal-hazırda Xəzər Beynəlxalq Fondunun rəhbərlik vəzifəsində icra edir. 2024-cü ildə Növbətənkənar prezident seçkilərində mənim səsim seçki monitoring koalisiyasının təşkilatçısı olub. Beynəlxalq konferans və simpoziumlarda moderator və məruzəçi kimi iştirak edir. Hüquq, tarix, fəlsəfə,
beynəlxalq münasibətlərdə, multikulturalizm sahələrində 300-ə yaxın çıxışlar oldu. 4 ölkədə nəşr edilmiş 7 kitabın, yer gəlmiş onun sevə-sevə üsullarını oxumuşam son dövrlərdə. 22 tezin, 8 avtoreferat və çox saylı monografiya və məqalələrin müəllifidir. Azərbaycan Respublikası Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvüdür hər ikisinin. Həmçinin Azərbaycan Ədəbiyyat Fondunun sədr müavinidir. Vəhdət Partiyasının beynəlxalq əlaqələr üzrə sədr müavini kimi ilə ictimai-siyasi fəaliyyətini davam etdirir. Mütəmadi olaraq yerli və beynəlxalq media orqanlarında, kütləvi informasiya vasitələrində siyasi, ictimai və analitik mövzular və məqalələrlə çıxışlar edir. Aktual proseslərə dair dərin təhlillər və ekspert rəylərini təqdim edir. Hər bir ölkə rəfiyyətlidir, baş leytinatdır. Burada generalın yanında oturur. Baş leytinatdır. Böyütmək lazımdır. Xahiş edir. Prezidentlərimizin də biraz təhlil. Burada qonaqlara da söz verəcəyik, amma Sahil bəy, Salyan Böyüklərimizdən təşkilatımızda onun sərdarda söz istəyir, yəni Sahil Rəhim oturdadır. Bəli. Buyurun Sahil bəy. Buyurun da icazənizlə yekunluya səs verməyə keçirik. Daimim çox sağ olun, söz verdiğiniz üçün. Ben de bütün qurultay iştirakçılarını salamlayıram. Və çox vaxt uzalmaq istəmirəm. Mən uzun illər ictimai fəaliyyətim olsa da, siyasətə məhz Tahir Kərimli özümə iddia gəlmişəm. İlk və son siyasi partiyam olacaqdır. Və bugün burada verilən qərarları da mən bugünkü Vəhdət Partiyamızın, dövlətçiliyimizin xeyrinə olacağını ümid edirəm və ona görə də dəstəkləyirəm. Adəm müəllimə də uğurlar arzu edirəm. Deyəsən, bu bir yerdən şeyhlə danışır. Siz də şeyhməsiniz. İnşallah. Ən əsası odur ki, hər birimiz Azərbaycanlıyıq və biz necə ki, sizin sədrliyiniz dövründə Vəhdət Partiyasına öz töhfəmizi vermişik, yenə də mən ümidvaram ki, burada əyləşən bütün vəhdətçilər var gücü ilə Vəhdət Partiyasının daha da çiçəklənməsinə, daha da inkişaf edilməsinə addımlar atacaq və siz harada olmağınızdan asılı olmayaraq, şəxsən mən sahil olaraq deyirəm ki, biz için bir ideal olaraq qarşılaşıyorsunuz. Mən şəxsən sizi siyasi aləmə özümə ideal olub gəlmişəm. Sizin dövlətə, dövlətçiliyə, Ali Başbakanla olan sədaqətiniz məni gətirib vəhdətə çağırır. Hər kəsə uğurlar arzu edirəm. Hörmətli qruplar nümayəndələri, xahiş edirəm, təklifə səs edəsiniz, söz edəcəyik. İndi xahiş edirəm, Vəhdət Partiyasının üzvləri, yəni prosedurlarla bağlı çıxır. Buyurun, basın. Salam, hamınızı salamlayıram. Hörmətli Tahir bəy, hörmətli Adəm bəy. Bugün Vəhdət Partiyası üçün həqiqətən bir əlamətlər gündür. Tahir bəy bir yaxın çıxışını da qeyd elədi. Partiya yenilənməyə qərar verib və bu yenilənmə bizim bütün partiyanın həyatında öz əksini tapacaq. Biz buna inanırıq və belə bir məqsəd də var qarşımızda ki, Vəhdət Partiyası ölkədə ən azı Yeni Azərbaycan Partiyasından sonra ikinci bir partiya çevrilsin. Həm partiya üzvlərinin tərkibinin daha genişlənməsi, həm partiyanın gələcəkdə seçkili qurumlarda daha fəal, daha aktiv və daha çox sayda təmsil olunmasını biz nəzərdə tutmuşuq və bu istiqamətdə işləyəcəyik. Ona görə də Vəhdət Partiyasının Sumqayıt Şəhər Təşkilatı sədri olan Sumqayıt Şəhər Təşkilatının adından həmçinin indiyə qədər tutduğum vəzifələrdən biri də Vəhdət Partiyası sədri müavini olub. Həmçinin öz adından bu seçimi bəyənirəm və sizin hamınızı Adəm bəyə səs verməyə çağırıram. Çox sağ olun. Təşəkkür edirəm Vasif bəy. Çıxışa yazılanlar var. Deməli, Şəki rayon təşkilatının sədri Sadiq. Sadiq bəy, buyur. Sadiq bəy, xalq hərəkatı uğrunda neçə illərdən həbsxanada yatıb. Dövlətin uğrunda. Buyur.
Salamlar olsun qurultay işçiləri, mən də salamlayıram. Bu günlərim mən yenə deyəm, özümə boş bildim. Düzdür, birdən-birə belə üzvləri içib çıxmaq olmasın. Yəni, ağsaqqallarımıza həmişə hamısına, bu zalda əyləşən Vəhdət Partiyasının ağsaqqallarına hörmətimiz var. Hamısı baş tacımızdır. Amma Tahir bəy həmişə böyüklük göstərir. Həmişə gənc nəslə yol verir, çalışır. Biz indi gənclər biraz siyasətə gəlməkdə biraz tərəddüd edirlər, çətindir. Amma bu günlərim mənə elə gəlir ki, Adəm bəyin namizədliyi gündən Vəhdət Partiyasına yeni nəfəs gətirəcək. Yəni, o gənclərin irəli gəlməsində, gənclərin daha aktiv olmasında bu gün siyasətdə böyük rol olacaq. Hələ təvəllüdümüz də uyğunda, elə belə təvəllüdünə işlərindən biraz düz mən biraz fərəhləndim. Xeyrisindən olsun, inşallah. Mən şəxsən öz adımdan, şəxsi təşkilatımız adımdan uğurlar arzulayıram. İnşallah uğurlu olar. Tahir bəy həmişə, yenə deyim, yaşda böyük olsa da hər birimizə qardaş kimi yanaşıb, qardaşım deyərək, hər bir zamanda tək partiya sədri kimi, partiya üzvü kimi yox, hər kəsə belə fərqli olaraq qardaş kimi yanaşıb. İnşallah Adəm bəy də uğurlar arzulayaq. Onun da yanaşması Allah qoysa gözəl olar və partiyamıza yeni güc qatar. Çox sağ olun. Binəqədi rayon təşkilatçısıdır, Sevda söz istəyir. Mən Binəqədi rayon partisinin sədri Zarbalina Sevda İkram qızı bütün qurultay iştirakçılarını salamlayıram. Əvvəla salamlayıram bizim Vəhdət Partiyasının gözəl sədri, Azərbaycanın gözəl oğlu, parlamentdə sosial məsələləri daimi işıqlandıran, hər zaman məzunların yanında olan Tahir bəyə. Salamlayıram yeni seçiləcək sədrimiz Adəm bəy. Adəm bəy gözəl nəslin gözəl bir nümayəndəsidir, gəncdir və inanıram ki, Vəhdət Partiyasının şəhərləməsində daha da yaxından köməkliklərini göstərəcək, əsirgəməyəcək. Mən bir Binəqədi rayon sədri kimi əlbəttə ki, Tahir müəllimin göstərişi ilə Azərbaycan Respublikasının müxtəlif regionlarında olmuşam və mənim yanımda əyləşib Abşeron rayon sədri Atlas xanım, Atlas Əsadova, biz hər ikimiz birlikdə Tahir müəllimin göstərişi ilə Azərbaycanın müxtəlif regionlarında olmuşuq, şəhidlərin, qazilərin, ailələrin yanında olmuşuq və yanıma bir balaca salmaq istəyirəm ki, bizim son görüşümüz Tahir müəllimin göstərişi ilə Tərtər rayonunda oldu və mənim indi deyəcək sözlərimi Tərtər rayonuna burada iştirakçılarımız var, onlar da təsdiqləyə bilərlər. Biz Tərtər rayonuna getdik, inanın, oranın icra başçısı, 6-cı gün idi, istirahət bir vaxt idi, oranın icra başçısı, icra nümayəndələri yox idi. Bizim bir dənə Tahir müəllimi göstərişin adını çəkdik, icra həkimində daxil olduq. İcra başçısı özü, bütün oranın işçiləri, yəni rayonun aktiv işçiləri hamısı yanımıza gəldilər və eyni zamanda həmin gündə biz bir şəhid ailəsinin abidəsinin yenidən vurulmasına təşəbbüs göstərdik və onu həyata keçirdik. Onun bağlı qalan mənzilinin açarını açdırdıq və rayon cəmiyyəti, inanın, bir mənzərə idi ki, indiyə qədər mənim yanıma gələndə insanın damarında axıncı qanı da donur ki, həmin şəhidimizdir ki, müharibəyə yola gedəndə demişdi ki, biraz yerimi dönüb arxaya baxmış, demişdi ki, mən gəlməyəcəm. Mən şəhid libası giyinəcəm. Mən çox danışmaq istəmirəm. Bizim Vəhdət Partiyasının çox böyük işləri olublar, və Tahir müəllim özü qeyd elədi və bu sonuncu parlamentdə deputatlarımızı çeşitli bir günlərdə şəxsən mən Atlas xanımla Azərbaycanın regionlarında olduq, rayonlarında olduq və bir daha mən sevindim ki, doğrudan da Azərbaycan xalqı, Azərbaycan kütləsinin Tahir müəllimə nə boyda sevinci, sevgisi var. Tahir müəllim, mən Azərbaycan xanımı kimi qarşınızda dönə-dönə baş əyərəm. Mən bütün qurultay işçilərinin qarşısında dönə-dönə baş əyərəm və dillərində sərbəst, özbək və ərəb dillərində orta səviyyədə danışır. İki övlad atasıdır.
mən bu sizə bunun tərcüməyi halını dedim. Əgər ehtiyac varsa, indi özünü təqdim eləsin, mən təqdim elədim amma. Amma heç ehtiyac varsa, seçilərsə indi, ondan sonra çıxışına söz verərik ona, təqdim edək. Nə məqsədir? Səs verməyə buraxaq. Allah biraz demokratiyanı pozdum. Bəlkə kimisə başqa bir təklifi var, sənlə. Ən ədalətli seçimdir, Tarih müəllim. Xeyirli olsun. Ədalətli. Deməli, başqa namizəd yoxdur. Ondan mən bir soruşmalıyam. Bu təkliflə bağlı kimisə çıxış eləmək fikri varmı? Var. Var? Buyurun, karşıyın. Vəhdət Partiyasının üzvləri ilə çıxış eləmək olsa, mənə yazsınlar. Hörmətli qurul təşkilatları və hörmətli qonaqlar, mən sizin hamınızı salamlayıram, xoş gəlmisiniz, iştirakınıza görə sizə alqışlayıram. Mən İbrahimov Əfran Həsənoğlu, Müstəqil Xalq Partiyasının sədri, Qarabağ müharibəsi veteranı ehtiyatda olan kapitanım. Eyni zamanda hacıyam, mən bir söz demək istəyirəm. Tamamilə hörmətli Tahir müəllim, Adəm müəllimin deməli, partiya sədrliyi elan etdi. Mən bir Şamaxlı kimi, bir Qolustanlı kimi onu deyim ki, hər bir rayonun seçilmiş, sevgili övladı, Peyğəmbər övladı var. Ağdamda bir Nazım ağa, Füzulidə bir Əşrəf ağa, Lənkəran tərəfdə Babagir, Beşbarmaq və s. Bizim də Şirvan zonasının ən hörmətli şeyxi olan Şeyx Babanın nəvəsi dağıdır. Mən bunu əlavə etmək istəyirəm. Və bilin ki, Allahın köməkliyi ilə bu adam ali bir aləmin nümayəndəsidir. Əziz qardaşlarım, vəhdət nə deməkdir? Vəhdətçilikdə ən böyük şans 2019-cu ildə Mərliyə Səfirlikdə çıxış edərək demişəm ki, Qarabağına sahib hörmətli Prezident İlham Əliyevlə Mehriban xanımın əlindədir. Bir il keçmədi, Qarabağ alındı. Deməli, siyasətçi başarmalıdır, qabaqcadan proqnoz verməyi. O əsl siyasətçidir. Mən bunu 2019-cu il Riyasət TV-də öz çıxışımda bildirmişəm. Atalarım belə bir misalı var. Yaxşı olur bal yatanda qarnına. Bəli, bu günlərin prezidentlə vitse-prezidentimizin birliyi sayəsində biz öz torpaqlarımızı alırıq. Mən bu münasibətlə bütün qazilərimizə alqışlayıram. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bir müharibə veteranı kimi. Mən də 9-cu nömrələrim istənin kanalının müavini olmuşam. Əziz qardaşlarım, burada çox hörmətli bazılarım, qardaşlarım oturur. Onu demək istəyirəm ki, qarşıdan seçkilər gələcək. Milli Məclisə deputatlığa seçkili, bələdiyyə seçkiləri. Mən Vəhdət Partiyasına bu işlərdə uğurlar arzulayıram. Özəklərin çalışmasını arzu edirəm. Bu formada mən də Allahın köməkliyi ilə əgər qəbul etsələr, öz partiyamı Vəhdət Partiyası ilə birləşdirəcəm. Vəhdət Partiyasında Allahın köməkliyi. Burada 15 nəfərlə gəlmişəm. 50 nəfərə yaxın mənim dostum, deməli, Qurtuluş Batalyonunun komandiri burada Fuad İsayev yerləşir. Mən ondan xahiş eləmişəm, başının dəstəsi ilə qazi qardaşlarımla burada iştirak edir. Generalımız burada iştirak edir. Hörmətli Şeyx Əbdül Mahmud Bəydov, Profesor Zümkül Dürüyev və s. Ola bilər ki, qadasını alır. Mən çox uzun adını saymıram. Çünki vaxt qurarlığı az deyil. Ona görə də minnətlərim. Eşq olsun vəhdətçilərə, eşq olsun birləşdirə. Adəm Bakoyunun Vəhdət Partiyasının sədri seçilməyə razılıq başlayın. Səs. Teşekkür ederim. Kim əleyhinədir? Kim bir tərəfdir? Geçti Adem Üniversitesi tebrik ederim burada bunlar. Tebrik ederim bunu yapmış şeylersiniz. Ve sonra da yer üzülmesiniz burada.
dostlar və muhterem qonaqlar. Yurdumuz, amalımız, qürur mənbəyimiz olan Azərbaycanın ictimai-siyasi həyatındakı bu əlamətdə və mühüm gündə qurultayda iştirak edən hər bir kəsi salamlayır, ayrı-ayrılıqda ən səmimi duygularımı, təşəkkürümü sizə bildirirəm. Bugün Vəhdət Partiyasının yeni mərhələyə qədəm qoyduğu bir dönüş nöqtəsidir. Hörmətli qurultay iştirakçıları, Azərbaycan dövləti regional liderliklə bərabər beynəlxalq sistemdə orta güc statusuna malik bir dövlətdir. Post-münaqişə dövründə ölkəmizin geosiyasi rolunu da daha da artırmaq üçün siyasi dəstəyimizi səfərbər etməyə hamılıqla hazır olmalıyıq. Hər bir vəhdətçi bu məsuliyyəti anlayaraq və Azərbaycanın işıqlı sabahlarına tərəddüdsüz inanaraq milli vəhdət və birgə səadət üçün əlindən gələni əsirgəməməlidir. Çox şadam ki, bugün məlum bir-iki partiya xaric, ölkəmizdə fəaliyyət göstərən bütün siyasi təşkilatların ölkəmizin tərəqqisi, xalqımızın rifahı və dövlətimizin güclənməsi baxımından ictimai-siyasi konsensusa malikdir. Bu konsensusun yaranmasında, inkişafında və qorunmasında heç şübhəsiz 2-ci Qarabağ Savaşında qazandığımız tarixi zəfər ən əsas faktordur. Fürsətdən istifadə edib torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Məhz onların misilsiz qəhrəmanlıqlarını tərəddüd etmədən canlarını vətənə fəda etmələrinin nəticəsidir ki, bugün bir millət olaraq başımız dik, alnımız açıqdır. Əlbəttə, bu tarixi zəfərin qazanılmasında şanlı silahlı qüvvələrimizin müzəffər Ali Başkomandanı Prezident İlham Əliyevin müstəsna yeri, rolu və xidmətləri var. Odur ki, hər bir Azərbaycan vətəndaşı kimi bizlər də Prezident İlham Əliyevin gərgin mübarizəsinin nəticəsi olan Zəfər Sədnaməsinin tariximizin ən yeni dövrünün əsas mənbəsi olmasından qürur duyuruq. Qürurla qeyd edirəm ki, bugün Azərbaycanda siyasi dialoq mühitinin formalaşıb. Müxtəlif partiyalar, müxtəlif ideologiyalar bir məqsəd ətrafında birləşiblər. Bu məqsəd güclü, ədalətli, müasir Azərbaycanın qurulmasıdır. Biz bu birliyin daşıyıcısı və inkişaf etdiricisi olmalıyıq. Eyni zamanda Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyətlə iş şöbəsinin ölkəmizin siyasi qüvvələrinin birlik və əməkdaşlıq ruhuna verdiyi töhfələrə görə xüsusən təqdirə layiqdir. Hörmətli Ədalət Vəliyev olmaqla Prezident Administrasiyasının siyasi partiyalarla və qanunvericilik hakimiyyətlə iş şöbəsinin bütün əməkdaşlarına öz minnətdarlığımızı vəhdətçilər tərəfindən bildiririk. Siyasi sistemdə dialoq mədəniyyəti bir ölkənin demokratik yetkinliyinin göstəricisidir. Siyasi dialoq bir ölkənin demokratik inkişafında və siyasi sabitliyinin təmin olunmasında əvəz edilməz bir vasitədir. Ölkəmizin qarşısında duran çağırışların öhdəsindən gəlmək üçün fərqli siyasi qüvvələr arasında dialoq mədəniyyətin inkişaf etdirilməsi böyük əhəmiyyəti daşıyır. Vəhdət Partiyası Azərbaycanda yeni siyasi mədəniyyətin avangard təsisatlarından biri olmalıdır və olacaq. Çox sağ olun, əziz qurultay iştirakçıları, hörmətli qonaqlar, dəyərli partiya üzvləri. Bugün burada olmaq mənim üçün təkcə siyasi deyil, eyni zamanda şəxsi baxımdan çox böyük dərin məna daşıyır. Xüsusən bugünkü qurultayda, önəmli olan bu qurultayda çıxış etmək, atam tarixçilərin haqqında danışmaq mənim üçün böyük şərəfdir. Kiçik qısa danışığımda həyəcan keçirdiyim üçün mən üzr
hesab edəsiniz. Tahir Şəmil təkcə ailəmizin başçısı deyil, eyni zamanda Azərbaycan siyasi səhnəsində böyük şəxsiyyəti ilə, intellekti, prinsipallığı ilə seçilən bir vətənpərvər övladdır. Bunu hamımız bilirik. Onun illər boyu apardığı mübarizə, ədalətli cəmiyyət uğrunda qaldırdığı səs və millətə xidmət uğrunda göstərdiyi fədakarlıqdan daim göz önündadır. Atam siyasətdə yalnız bir məqsədlə gəlib, Azərbaycan müstəqilliyinə, inkişafına, ədalətli cəmiyyətin qurulmasına, milli birliyin möhkəmləndirilməsinə xidmət etmək üçün. Və onun illərdir birlikdə, həmşiləri ilə birlikdə yaratdığı bu Vəhdət Partiyasına məhz bu dəyərli amillər üzrədir. Həmişə deyil, vəhdət təkcə söz deyil, millətin ruh halıdır. Biz həmişə birlikdə olmalıyıq, birlikdə olanda güclü olur. Və bu düşüncə ilə daim fəaliyyətində, bu dialoqunda, qarşılıqlı anlaşmanın, milli dəyərləri daim ön planda tutur. Əziz iştirakçılar, mən bir qız övladı olaraq onun ailədə necə mərhəmətli, qayğıkeş bir ata olduğunu gördükcə, onun siyasətdəki duruşuna daha da heyran qalıram. Həmişə haqqın tərəfidir, haqqı dedi, heç vaxt əyilmədi və bilir ki, bu cəsarət tələb edən yoldur. Bu cəsarəti biz, o həmişə bizim ailəmizdə və eyni zamanda partiyasında da daim ön planda saxlayıb yaşadık. Bugün partiyamızın yeni mərhələyə qədəm qoyur, qarşımızda böyük hədəflər var, yeni sədrimiz seçilir və mən əminəm ki, seçilən bu yeni sədr bizim partiyamızı məhz bu hədəflərə addım-addım aparacaqdır. Və təbii ki, Tahir Şəmilin milli dəyərləri, düşüncəsi, böyük təcrübəsi daim bizim yolumuza işıq tutacaqdır. Mən yoldat olaraq Tahir Şəmilin qızı olmaqdan qürur duyuram. Siyasi mirasına, baxışlarına, dəyərlərinə sadiq qalacağımı bildirəm. Çox sağ olun, təşəkkür ederim. Sağ olun. Yola verici ümidler. Qozanlı boynuzdan bu, yəni böyük işlər görməsiniz. Nə qədər senarilərimiz yalançıqlar. Benim güzel balam, güzel kızımız benim fikrimi karıştırdı. Ben temiz başgözür diyeceğim fikrim ama Tahir Mərdum. Nimune aileden başlayın. Devletle, devletçiliğiyle, vatanla her şey aileden başlayın. Bugün bizim kabalarımızın burada numune göstermesi birden sürükledi ki Vəhdət Partiyasıyla doğrudan da Vəhdətlə etibarlarla. Azərbaycan xalqı zaman zaman böyük dövlətlər yaradan xalqdır. Mənim hesabımdan indi Adəm müəllimdə dəstək edir. Adəm müəllim həm də çox gözəl tədqiqatçı və tarixçi bir alimdir. Ən əsasda milli mənəvi dəyərlərimiz bulandı. Çox böyük işlər görür. Bugünlərdə böyük bir kitabında prezentasiyası oldu və bir daha mənhus ermənilərin dünya alimlərini Herodotdan, Tasisdən, Strabondan, Üzübədir, Krasnovsklar, milyonlar, kimlər, Hristiyan mənşəli alimlərin bu cümlədən də mənhur ermənilərin özünün etirafların tərənnüm edən gözəl bir əsər çap edib və orada bunlardan tayfanın nə qədər satqın, xəyrətlər, etibarsız olmağı faktlarını ortaya qoyur. Yəni artıq Adəm bəy cəmiyyətdə, elm aləmində, tədqiqatda, tarixdə öz sözünü demiş adamdır. Azərbaycan xalqı çox qəribədir. Bugünkü müstəqillik onun dövlət tarixində 17-ci say baxımındadır. Tək elə 20-ci əsrdə burada bu dövlət ikinci mərhələnin 90-cı illərin qəhrəmanları otururlar. Tək elə 20-ci əsrdə Azərbaycan xalqı dünyada analıq olmayan bir inqilab elədi. Bu inqilab Səttarxandan, Bağırxandan başladı. Müstəqillik hərəkəti idi. Nəsə olduqlarında da yanmır. İkinci mərhələ Pişəvəridən başladı. Seyid Pişəvəridən başladı. Bu da azadlıq hərəkəti, dövlətçilik hərəkəti. Və nəhayət 20 yıllarda Azərbaycan xalqı səfərbər oldu. Və nəhayət başa düşdük ki, hər bir inqilabın düşünən beyni onun idarə sahibi olmalıdır, ağsaqqal olmalıdır. Və heç təsadüfi deyil ki, ağsaqqal Allah bizi qoruyub saxlamış Heydər Əliyev idi və insanlar nəhayət
bəzi emosional, bəzi üzr istəyirəm, qalstukları ya bilməyən siyasətçilərimiz başa düşdülər ki, deyil. Sən demə düşünən beyin lazımdır, dövlətçilik siyasəti lazımdır, dövlət idarəçilik sistemi bilən nəhəng şəxsiyyətlər lazımdır. Belə bir şəxsiyyət var idi və hər kəs səfərbər oldu, bu qaytardı, gətirdi yerine. Bilirsiniz necədir, bütün partiyalar sözsüz ki, siyasi partiyalardır. Bunlar məsəl ideologiyası dövlətçilikdir və son nəticədə hakimiyyətdir. Amma hakimiyyətin bir adı var, vətən hakimiyyətin adı. Əgər hər bir siyasi partiya vətən məqamında səfərbər olursa və xalqın vəhdətini, xalqın birliyini qəbul yaşada bilmirsə və buna istinad eləmirsə, bu cür partiyalar, bu cür təşkilatlar bizə qətiyyən lazımdır. Müqəddəs üç dəyər var. Birinci vətəndir, ikinci xalqdır, üçüncü müstəqil dövlətimiz. Biz hamımız bunun içindəyik. Və bu mənada bütün siyasi partiyalara sözsüz ki, öz siyasi mövqeləri saxlamaq şərtilə, ideologiyaların, təbliğatları saxlamaq şərtilə mən bir dənə xaşim, bir ağsaqqal kimi, bir ziyalı kimi, yelinlə, sənətlə, mədəniyyətlə məşğul olan bir adam kimi deyirəm ki, bəli, əgər bu üç dəyər, əgər bu siyasi partiyanın ali xətti deyilsə, bu partiyalar yaranmanın mənası yox. Heç kəsə lazım deyil. Bu mənada mən çox inanıram, etibar edirəm. Çünki böyük bir nəsilin, böyük bir inqilab yol keçmiş, cəsarətli bir inqilabı yol keçmiş, cəsarətli bir cəbhədən keçmiş, Tahir Kərimli özü sübut eləmiş və bir özü pis hiss elədi. Yadıma onun milli məclisinə çıxışı düşdü. Allah müqtədə sakitləşdirir, yaşbürtüyə görə gəlirsən, bizə lazımsa falan indi çox sakit danışırdı. Zaldan 3-4 dəfə Dəmməqli Əflan da dedi ki, Tahir müəllim mikrofona danış. Hansı ki, Tahir müəllim mikrofona danışmayanda səsi gür-gür deyir. Demək, Tahir müəllim, diyarı eşqə sultanım dilaməndə zamanında vəzirimdir Nəmi Qüstə oturub iki yanında, dedi böyük şəxslər. Yəni, bizim bəzən çox şeylərə gücümüz çatır, əlimizdən gələn eləyirik, amma əlahəsrət zaman öz möhürün vurur. Və burada əsas qəhrəmanlıq kişilik, vətən sevgisi, xalq sevgisi, dövlət sevgisi, siyasət sevgisi onda olur ki, sən həmin şərəfi həqiqəti nəsildən nəsil ötürmək mədəniyyəti olur. Hər şeyin kökündə mədəniyyət durur. Əgər siyasi mədəniyyət yoxsa, düşüncə mədəniyyəti, milli mədəniyyət yoxsa, mən elə düşünürəm ki, demək olar ki, heç bir şey yoxdur. Bu mənada dair mənim, mən sizi salamlayarım, öpürəm. O qızımızın dedikləri hər kəlmə bizi için nümunəli bir çıxış idi. Hər kəlmə burada yazılıb asılmalıydı. Çünki ailədə arxası dağ olan başı göylərə deyir, ailəsi dağ olan başı göylərə deyir. Və nəhayət, belə bir nəsilin, özəl bir nəsilin, bütün tək Şirvan cəmaatı yox, bütün Azərbaycan, müsəlman, İslam dünyasının müqəddəs bir nəsil var, şeyhlər nəsildir. Və onun gözəl bir evladı həm inanc adamıdır, inam adamıdır, vətən sevgisi var, həm də böyük ziyalıdır və Azərbaycan xalqının tarixində böyük sevgisi var. Və bu vəhdətin yeni bir forması. Və iki vəhdət, iki düşüncə, ziyalılıq, müasirlik, müqəddəs dəyərlər, əxlaq, mənəviyyat və xalq vətən sevgisi. Mən inanıram ki, bəlkə müzm olanların haradasa yaxşı məğlubiyyət paxıllığını da çəkmək olur. Və mən inanıram ki, paxıllığın Həzrət Peyğəmbərimiz buyurur ki, Allah Teala hər kəsin tarihi alınır. Və bir gün soruşdular, ya Peyğəmbər, bu alın yazısı silmək olar, dedi, olar, ancaq zəhmətlər olsun. Və mən inanıram ki, bu böyük sevgiyə, bu böyük elmin, mədəniyyətin, ikilikli birləşməsinə və çox böyük inam, arxa və zəhmət olacaq. Azərbaycan gələcək tarihində vəhdət başda çox böyük işlər verəcək və yönümü bizim kino mədəniyyətinə söyləyəcək. Kino böyük yol öndərimizdəki kino Azərbaycan xalqının tarixi salnaməsidir. Bugün bizim tarixi salnamamız pis gündədir, çox çətin günlər yaşayır və mən inanıram ki, vəhdət, öz vəhdətinin birini böyük kino mədəniyyətində inşallah işin salacaqlar. Uğur olsun, Allah xeyirli olsun versin, biz də zaman ettirdik, işler geldik. Çok sağ olun Mehmet Şeyh. Cenab-ı Hak buyurun. Şimdi küçüktür. Çok sağ olun. Ben generalımızdan üzr istəyirəm. Subordinat sekreterlerim, ben sizden sonra danışmalıydım Cenab-ı Hak. Ama ben özünü hesap edeyim. Bizim de oradan da bu çıkışlara ben kulağı astım. Eyfariye kapıldım tarihlerle. Biz nispetler arasında olmuşuz. Oradan da sizin 35 yıl bundan qabaqki hərəkatda ki sizin fəaliyyətiniz, o hamısı kino lenti kimi gəlib bizim gözümüzün qabağından keçir. Və bir şey qeyd edeyim ki, mən Fuat Rızayev'dən bir yerdə hərəkət açılmış insanlar, onda bizim 20 yaşımız var idi. Sonra
mən bu sözləri demək istəyirəm və bir neçə rəqəmlər deyəcəm burada bizim Qarabağ müharibəsinə bağlı. Yəni, 45 kilometr tərtəli müdafiə ərazidə Cənab General o vaxtı, hələ 92-nin əvvəllərində silah-sursatda yox. Demək, Fuad Rızayevin bu mobil dəstəsi hesabına S-200 raketləri Ruslardan alınma məcburiyyət, sonra digər Zazalı Uzundərə bazaları ələ keçirildiyi, bunun hamısı cəmsi 24 yaşlı bir cavan olan həyatdır. Müdafiə ərazinin təşkil etmə çox çətin məsələdir. Yəni, niyə deyirəm? Çünki Fuad Rızayev Bakı və Yuqar kəndlərinin üzvü olub, Vəhdət Partiyasının üzvü olub. Yəni, onun həm də böyük sosial bazası var, indi də var. Yəni, böyük siyasi təcrübəsi var. Amma 23 yaşında batalyon komandır olmaq, Tərtər Kəlbəcə yol açmasına müstəsna xidmət eləmək, o, ancaq Napolyon kimi sərkərlərlə məxsus ola bilərdi. O da Fuad Rızayev məxsus bir böyük bir keyfiyyət idi və çox şükür mən də orada yaralandım. Fuad Rızayev yaralanmasından və sonraki dövrdə Cənab Generalımızla o Tərtər istiqamətində o müdafiənin təşkil edilmiş ümumiyyətlə ölkəm parçalamaqdan tutardı və bəlkə də kimisə xoşuna gələr, xoşuna gəlməz. 93-cü ilin o böyük Fransa inqilabında jurnalistlər, Yakovinçlərin o hakimiyyətsiz dövrü, xaos, anarxiya dövrü olan kimi bir dövr başladı və Kəlbəcər müdafiəsi qaldı. Onda Balkon Gənizadə 252 kilometr ərazidə müdafiə eləmək oldu. Amma çox təəssüf ki, onu müdafiə eləmədilər. İndi da mən o dövrə qayıtmaq istəmirəm. Vətən müharibəsində başlamamışdan qaldı. Bizim ümumi ərazimizin itkisi 13.210 kilometr idi. Bunun 4.400 Dağlıq Qarabağ etməsidir. Digər qalan hissədə başqa ondan kənar ərazilərdir. Və Laçın 1836, Kəbzə 1935, Ağdam 1150 kvadrat kilometrdir. Bunun üçüncülüyü də 4920 kvadrat kilometrdir. Yəni, Dağlıq Qarabağdan böyük ərazidir. Bu ərazi bir gün atmadan biz azad edərik. Təsəvvür edin ki, əgər o əldə döyüş geçsəydi, möhtərəm Cənab Prezidentimiz dediyi kimi, çətin relief şahidində, sağ istiqamət Muradlar silsiləsi, Ağdam ərazisi Rüstəm, hər ərazi minalanmış bir ərazi, belə bir vəziyyətdə 3000 nəfərlik ilə biz 13.210 kvadrat kilometr azad edədik. Orada 44 gün də analog olmayan sürətlə. Bunu valla. Bu elə bir məsələdir. Müharibə deyəndə elə bilirlər ki, müharibədə döyüşürsə. Bunu indi komandirlər bilirlər. Məsələn, Balkon Gənizadə fikirləşib olsun, yox, daxmalarda, Laçında. Nədir eləyək ki, biz az itki edəyik? Onun hamısı məsuliyyətdir. Az itki eləmək lazımdır. Bu insanların, xalqın balasıdır. Yəni, xalqımız böyük xalqdır. Xalqımız doğrudan da möhtəşəm xalqdır. Və çox şükür ki, bizim büyük möhtərəm Cənab Prezidentimiz var və dünyada mən deyərdim ki, bütün prezidentlərdən bir şeydə dayanır, intellekti ilə, siyasi iradəsindən və savadının hər bir keyfiyyətlə bütün liderlər üstəlik. Yəni biz böyük xalq, bizim böyük liderimiz var və biz buna fərq verməliyik. Və axırıncı mən sözü deyirəm, qocalar xatirələrlə yaşayır, cavanlar arzularına. Biz daha xatirələr qarşılıq, xatirələrlə yaşayırıq. Şükürlər, Adəm əmsi təbrik edirəm. Siz də gəncsiniz, daha da böyük işlər görəsiniz və bizim ölkəmiz bundan da sonra çəklənəcək və dünyanın lider ölkəsi olacaq. Çox təbrik edirəm. Təşəkkür edirəm. Təşəkkür var ki, axırıncı çıxışı olsun. Amma Cənab Prezidentə müraciət qalarlarına elan etsin. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Başkomandan Cənab İlham Əliyevə Vəhdət Partiyasının növbədənkənar 6-cı qurultayının müraciəti. Hörmətli Cənab Prezident, Vəhdət Partiyasının növbədənkənar 6-cı qurultayı sizin dövlətçilik strategiyanıza, ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda göstərdiyiniz qətiyyətli fəaliyyəti yüksək dəyər verir və sizə dərin ehtiramını bildirir. 2006-cı ildən partiyamız radikal mövqeydən imtina edərək milli həmrəyliyi və dövlət inkişafını əsas istiqamət kimi seçmiş, sizin daxili və xarici siyasətinizi ardıcıl olaraq dəstəkləmişdir. Sizin Ali Başkomandanız altında qazanılmış zəfər Azərbaycan tarixinin parlaq səhifəsidir. Ordumuzun qəhrəmanlığı ilə torpaqlarımız işğaldan azad edilmiş, dövlət suverenliyi bərpa olunmuşdur.
Bu qələbə xalqımızın milli qürurunu və gələcəyə olan inamını daha da gücləndirmişdir. Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri, yollar, hava limanları, mədəniyyət mərkəzləri və yenidən qurulan yaşayış məntəqələri ölkənin inkişafına yönəlmiş strateji baxışın real nəticələridir. Hörmətli cənab prezident, sizin təşəbbüsünüzlə ölkədə formalaşan siyasi dialog və çox partiyalı sistemin inkişafı demokratik institutların möhkəmlənməsinə və milli həmrəyliyin güclənməsinə şərait yaratmışdır. Vəhdət Partiyası bu prosesin fəal iştirakçısı olmuşdur. İqtisadiyyat sahəsində apardığımız islahatlar, qeyri-neft sektorunun inkişafı, yaşıl enerji konsepsiyası və investisiya mühiti Azərbaycanın dayanıqlı inkişafını təmin etmişdir. Pandemiya və qlobal böhranlara baxmayaraq, ölkə iqtisadiyyatının sabitliyi qorunmuşdur. Azərbaycanın beynəlxalq nüfuzunun artması, qoşulmama hərəkatındakı sədirliyiniz, Türk Dövlətlər Təşkilatlarındakı fəal mövqeyiniz və COP29-un ölkəmizdə keçirilməsi bu liderliyin təsdiqidir. Cənab Prezident, Vəhdət Partiyası bütün bu nailiyyətlərin əsas müəllifi kimi sizi müasir və qalib Azərbaycanın qurucusu və qoruyucusu olaraq tanıyır. Qurultayımız bəyan edir ki, partiyamız sizin liderliyinizlə dövlətçiliyimizin möhkəmlənməsi və milli birliyin güclənməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Yaşasın müstəqil və qalib Azərbaycan. Yaşasın Ali Başkomandan cənab İlham Əliyev. İcazənizlə demək sağlam rəqabət və qarşılıqlı anlaşma yaratmaqla dövlətimizin və xalqımızın maraqlarına xidmət edən hər yolları tapmaq mümkündür. Elə bu səbəbdən də bizim partiya bu dialog mühitini təşviq etməyə və siyasi qüvvələr arasında kommunikasiyanı gücləndirməyə davam edəcək. Bu niyə önəmlidir? Ona görə önəmlidir ki, 44 günlük vətən müharibəsi tariximizdə əhəmiyyətli dönüş nöqtəsi oldu. Bu müharibə təkcə torpaqlarımızın azadlıq ilə nəticələnmədi, həm də xalqımızın milli birliyinin, vəhdətinin, həmrəyliyinin və qətiyyətinin təsdiqi oldu. Müharibə dövründə bütün siyasi qüvvələr cənab prezidentin ətrafında birləşməsi tarixi nailiyyətlərimizin əsasını təşkil etdi. Bu birlik həm də ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycana böyük hörmət qazandırdı. Qürurla qeyd edirəm ki, son illər ərzində Azərbaycan öz müstəqil və prinsipial siyasəti ilə regionun lider dövlətlərindən birinə çevrilir. Bizim beynəlxalq arenada uğurlarımız Qarabağ zəfərimizdən sonra daha da təqdirə layiq oldu və diqqətə layiqliklə qiymətləndirilir. Azərbaycan dünyada sabitlik, əməkdaşlıq və ədalət prinsiplərinə sadiqliklə seçilən bir dövlət kimi hal-hazırda tanınır. Partiyamız bu istiqamətdə əsas hədəflərindən biri məhz Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və regional liderlik mövqeyinin daha da möhkəmləndirilməsidir. Bugün Azərbaycan regional lider kimi özünü təsdiq edib və beynəlxalq arenada orta güc olmaq əzmi nümayiş etdirir. Biz vəhdətçilər bu tarixi prosesə aktiv siyasi dəstək verməliyik. Bunun bizə zaman, bunu bizə tarix iqtə edir. Tariximizdə ölkəmizin müstəqilliyi və dövlətimizin möhkəmlənməsi üçün fədakarlıq göstərilmiş liderlərimizin rolu danılmazdır. Bu liderlər Azərbaycanın siyasi sisteminin qurulmasında və milli ideyaların formalaşmasında əvəzsiz töhfələr veriblər. Tarixi liderlərimizin ideyalarını və əməllərini yad etmək, onların qoyduğu təməlləri möhkəmləndirmək bizim borcumuzdur. Bu partiyamızın keçmişdə olan hörmətini həm də gələcək uğurları üçün tarixi dəyərlərə əsaslandırdığı nümayiş etdirir.
Çağdaş Azərbaycan xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin dialektik zirvəsidir. Odur ki, mövcud siyasi partiyalar öz missiyalarına yenidən baxmalıdırlar. Bizim missiyamız, başqa sözlə, partiyamızın ən ali məqsədi müstəqil dövlətimizin hər sahədə davamlı inkişafını təmin olunmasında bir siyasi təşkilat olaraq üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirməkdir. Ona görə də əminəm ki, iqtisadi sahədə islahatların aparılması, sosial rifahı gücləndirilməsi, səhiyyənin, təhsilin inkişafı və xüsusən yeni iş yerlərin yaradılması istiqamətində ortaya qoyacağımız təşəbbüslər ölkəmizin inkişafına xidmət edəcək. Bütün bunlar üçün isə Azərbaycanda hüquqi dövlət quruluşunun inkişafı müstəsna əhəmiyyət kəsb edir. Bu il Azərbaycan Konstitusiyası və suverenlik ilidir. Müasir konstitusiyamızın yaradıcısı Heydər Əliyevin Azərbaycan qarşısındakı tarixi xidmətlərini yada salaraq qeyd edim ki, hüquqi islahatlar ölkəmizin idarəetmə sisteminin müasir çağırışlara uyğunlaşdırılması və idarəetmədə şəffaflığın təmin olunması baxımından sanki bir milli çağırış olur. Bu çağırışa qoşularkən bizim əsas hədəfimiz xalqımızın dövlət idarəçiliyinə olan etimadını daha da artırmaqdır. Demokratik institutların gücləndirilməsi və qanunun aliliyini təmin olunması, idarəetmə prosesində effektiv və şəffaflıq kimi prinsiplər partiyamızın əsas prioritetləri sırasındadır. Bu dövrdə əsas diqqətimiz ölkəmizin davamlı inkişafına, işğaldan azad edilmiş ərazilərin bərpası, müasir infrastrukturun qurulmasına yönələcək. Eyni zamanda Azərbaycanın yumuşaq gücünün formalaşmasında ölkəmizin mədəni istifadə edən Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gələcək nəsillər üçün dayanıqlı inkişaf mühitin yaradılmasında rolunu da bu tribunadan xüsusən vurğulamaq istəyirəm. Yada salmaq istəyirəm ki, Azərbaycan qadınları tarixi boyu sivil düşünən, intellektin və vətənə sədaqətin nümunəsi olmuşlar. Azərbaycan Atabəylər dövlətinin səltənət naibəsi Möminə xatunu, Ağqoyunlu Uzun Həsənin anası diplomat Sara xatunu, Səfəvi İmperiyasının qurucusu Şah İsmailin anası Aləmşah bəyin, Xurşudbanu Natavanın, Həmdə xanım Cavanşirin, Sara Aşurbəyinin, Zərifə Əliyevanın, Aydə İmamquliyevanın, Nigar xanım Rəfiqləyinin və daha neçə görkəmli dövlət və elm xadimlərimizin, mədəniyyət xadimlərimizin adını bu məqamda xüsusi ehtiramla çəkməliyik. Dəyərli qurultay iştirakçıları, dünya artıq rəqəmsal və süni intellekt dövrünə keçir. Yaşadığımız bu çağ yalnız texnoloji inqilab deyil, həm də cəmiyyət və siyasət üçün yeni fürsətlərin qapısını açır. Partiyamız rəqəmsal və süni intellektin gətirdiyi imkanları yalnız idarəetmə və təşkilat proseslərində optimallaşdırma vasitəsi kimi deyil, həm də xalqın rifahını yüksəltmək, sosial ədalət, inklüziv rifah modeli, şəffaflıq təmin etmək və yeni nəsil vətəndaşlıq mədəniyyəti, milli birlik ideologiyasını gücləndirmək üçün bir fürsət kimi görülür. Gələcək fəaliyyətimizdə süni intellekt texnologiyalarından demokratik siyasi proseslərdə aktiv iştirakı üçün bir innovativ platforma kimi istifadə edəcək. Texnologiyanı dəyərləndirimizlə birləşdirərək gələcəyimizin siyasətini, beynəlxalq mövqeyimizin gücləndirilməsində indidən vurmaq əzmindəyik. Bu yolda hər birimizə vəhdətçilərlə bir yerdə hamıya uğurlar diləyir, bir daha hər birinizə ən səmimi salamlarını çatdırırıq. Tanrı milli vəhdət və birgə saadət yolunda addımlayanları qorusun. Amalımız birlik, yolumuz vəhdətdir. Birliyimiz dövlətliyimizə güc verir. Allah Azərbaycanı qorusun, yaşasın Azərbaycan. Bir neçə əlavə var, zəhmət olmasa. İlk növbədə
en güzel günlerden birini seçmişik bugün. Təsadüf değil. Bizi üçün təsadüfdür, amma tarixə də baxmamışdık, seçməmişdik. Tarih müəllimlə bir yerdə müzakirə eləyəndə bu günü təsdiq elədik. Birinci, en güzel günlərdən biri odur ki, məzun günüdür. Bizim gənclərimizin günüdür. Biz gənclərlə yaşayırıq. Biz gənclərimizin, bizdən sonra gənclərimiz gəlir. Bu gənclər bizim dayağımızdır. Biz onların elmi tərəfini görməliyik. Və o gənclər bizi xilas edəcəklər. Cəmiyyətimizi, dövlətimizin gələcəyini, istiqamətini onlar müəyyən edirlər. İkinci, en güzel günlərimizdən biridir ki, sabah 15 iyundur, Milli Qurtuluş günüdür. Yəni, bu da böyük bir gündür ona göre ki, həmin gün olmasaydı, Heydər Əliyevi dəvət etməsəydik, yəni bütün xalq dəvət etməsəydi, bu günləri kifayət qədər, yəni Azərbaycan, böyük Azərbaycan olmaz. En vacib günlərimizdən də biri, siz bilirsiniz ki, bu günləri Qədirxan günüdür. İslam dünyasında en sayılır seçilen günlerdendir. Dualarınız qəbul olsun. Oruçlarınız qəbul olsun. Nəbilərin nəbisi Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Peyğəmbərimiz gözəl bir söz söyləyib, fikir bildirmişdi ki, İnsanlar birbirini sevir, insanlar birbirini sevməlidir. Eğer bir bədəni, insanları bir bədənə oxşarır, cəmiyyəti, Peyğəmbərimiz hədis var burada. Bildirir ki, eğer bir bədənin bir hissəsi ağrıyarsa, digər hissəsi ya qızdırır, ya o ağrıya tabi olur. Bu bir hem istimai bir Peyğəmbərimizin bütün fikirlərində, sözlərində hamıya bir ismarış. Bu ismarışdır ki, Peyğəmbərimiz bildirmək istəyirdi ki, hamı vəhdətdə olmalı, hamı birlikdə olmalı. Birlikdə olanda insanın bütün birliyindən güc gəlir. Ona görə bir daha sizə minnətdarlıq bildirirəm, hər birinizə. Tək-təkdə. Bundan sonra regionlarımızda böyük iş aparacaq. Ve buraya gelen güzel insanlarımıza minnettarlıq bildirirəm. Navella xanımla, Səadət xanımla, çok sağ olun. Yani Navella xanımla, Səadət xanımla, Səidə xanımla güzel bir, yani onların təklifiyle güzel bir mənim səsim platformasıydı. Çox əziyyət çəkdilər. Yəni mənə də ona cəlb elədilər. Gecə gündüz məni işlətdilər orada. Bunu verdilər ancaq axırda, onu da deyim sizə. Yəni artıq arasında sağ olsunlar. Yəni Gözəl Partiyanın üzvü rəhbərləri var. Burada Eşən müəllim oturur Devda. Yəni çox şəxsiyyətli bir adamdır. Allah rəhmət eləsin, onun atası da böyük bir insan idi. Yəni burada generallarımız, alimlərimiz, bizim hörmətli seyidlərimiz, Azərbaycanın en güzel kinoşunası şeyximiz Şeyx Əbdüləyləşi və digər şəxslər burada Haqq və Ədalət Partiyası ilə iştirak edirlər, Salamiyə və digər insanlar. Və düşünürəm ki, biz nəinki Vəhdət ailəsi olmaq düşünürük, biz bütün partiyalarla birgə olmaq fikrimiz. Birgə getdikdə biz udacaq, qələbəmiz olacaq. En sonunda da daimən sizə minnətdaram. Çox sağ olun, var olasınız. Və düşünürəm ki, siz bizim Ali Məclisin rəhbəri kimi, yəni biz sizi uzaqlaşdırmaq istəmirik. Sizin yanınızda olmalısınız, yəni olacaqsınız. Yəni sizin gözəl övladınız gözəl sözlərdir. O sözlərdən sonra neysə demək artıqdır. Və yenə deyirəm, bütün vəhdətçilərə, burada olan insanlara minnətdarlıq bildirirəm. Var olasınız, çox sağ olun. Müəyyən sünnətləndirirəm, elə bir milli demokratiya pozdan, mən indi deyəcəm. Şimdi mənə hesablama komissiyonu, mandat komissiyonu bunları daxil oldu. Sizdən özümə elan edirəm. Dəvət edənliyim, belə elan edək ki, alqışladınız. İndi biz deməli bir şey elan edəməliyəm. Qurultay bağlanandan sonra
10 dəqiqə fasilə olacaq, xatirə şəkil çəkiləcək. Amma bir oxuduğum baş məclisin üzvləri zala qayıdarlar, xahiş edirəm. Çünki baş məclisin birinci iclası keçirməlidir. Baş məclisdə qeyd edildiğim kimi siyasi şura və digər orqanlar seçilməlidir. Gəldə kim onu deyim mən tribuniya. Mənə deyildi qızım. Mən axırıncı gün oğlum müharibə 27-si, 28-i əskər göndərdim müharibəyə. Və üzündən də, bir ələ-ələ də görüşmədim. Dedim oğlum, ged vətən və şəhid anası olan bazımın yanında üzünü qoyaq. Dünyada Ali Məhkəməli sərhəd olmuşam. Amma mən üçün ən böyük və şəhid xahiş olmalıdır. Əskər olması olmalıdır. Sağ olasın. Buyurun xahiş edin. Çox sağ olun, dəyərli dostlar, əziz həmkarlar. Mən Beynəlxalq Diaspora Mərkəzinin sədri kimi çıxış edirəm. Burada mənim dəyərli polkovnik dostum Qənizadə mənə baxır. Bayaq bir yoldaşlar söhbət elədi. Həm də mən Qərbi Azərbaycanın Dələlət Mahallanın Adəm müəllimlə illər uzun bir yerdə çalışır, bir yerdə Azərbaycan dövlətçiliyi üçün, vətən üçün mücadilə aparırıq. Bir şey gəlirəm ki, o vaxtda Didərgilər batalyonu var idi. Bizim dəyərli dostlarımız bilir, Rasim müəllimin rəhbəri altında Goranboy rayonunda və biz Gülüstan kəndi bizim postumuz idi. Biz oranı qoruyorduk və 1 metrdə olsun Goranboy rayonunun batalyonu ermənilərə demək olar ki, bir qarışda bir torpaq vermə imkanı əldə etməmişdir. Bugün iki önəmli insanın yer dəyişmə prosesi gedir. Biri xalq arasında məzunların yanında olan, məzunların sözünü çatdıran Tahir müəllim. Biri də məzunlara dəstək vuran, məzunlara qardaşlıq edən Adəm müəllim. Bu iki şəxsiyyətin nümunəvi hərəkəti Azərbaycan cəmiyyəti üçün çox dəyərli bir rol olmalıdır. Mən günlərin bir günündə gecə yatmışdım yuxuda. Sözün həqiqi mənasında Şah İsmail Xətayını gördüm, yığdım Şeyx Əbdülü, mənim dostumu. Mən yığdım Hacını, dedim ki, Hacı, mən gecə yuxuda belə bir yuxu görmüşəm. Gecə saat 4-də Şah İsmail'i xitabən ora müraciət aldı, mənə bir dənə yazı göndərdi Şeyx Əbdül. Burada Şeyx Əbdül görməm, deyəsən çıxıbdır. Bu Şirvan eli obası, Bakı kəndləri Azərbaycan üçün çox tarixi bir mövqedə olan bir bölgə yerdir və düşünürəm ki, dünənə qədər biz hamımız Qarabağlı deyirdik və Qarabağı işğaldan, Cənab Prezidenti rəhbəri altında işğaldan azad elədik. Biz bugün hamımız birlikdə İrəvanlı deməliyik. Ona görə ki, bizi o tarixi torpaqlarımız gözləyir. Bizi o tarixi torpaqlara yollar aparmalıdır və düşünürəm ki, Adəm müəllimin rəhbəri altında Vəhdət Partiyası da məhz Qərbi Azərbaycana qayıdış konsepsiyasını rəhbər tutacaqdır. Eşq olsun sizlərə ötürək. Siz icazə verirsiniz, siz də yerinizdə də çıxırıq. Çox gözəl. Mən Vəhdət Partiyasını 100 illərdir tanıyıram. Bir yerdə Milli İstiqlal iştirak eləmişik. Uşaqların hamısını böyün gördüm, çox şad oldum. Doğrudan da çoxdan görməmişdim. Mən ən gözəl, biz həmişə qürur duyurduk ki, Bakı kəndləri bizləndir. Çünki Allah adamıydılar. Doğrudan da sözün ən mənasında gözəl insanlar var idi sizin partiyada. 20 yanvar yadıma düşür. Maşınlarla o gülləri sətmək. Hələ ondan başqa da Gürcüstanda o birinci dəfəm onların o Qamsaxurcan vaxtında mən Gürcüstandaydım. Onda bir maşın qərənfil Bakı kəndləri gətirmişlər ora. Mən orada olanda birdən gördük ki, Azərbaycan gəlir. O qərənfilləri atdılar ora. Bizim doğrudan da bu Vəhdət Partiyası həmişə qabaqda olurdu. Özdə mən sizə deyim ki, Vəhdətin ən gözəl xüsusiyyəti nədir? Heç bir intriqalarda iştirak eləmir. Yəni, həmişə çalışıb cəmaatı öz başına yırsın. Adəm İsmail'dir, mən bir
oğul kimi ona münasibətim vardı. Doğrudan da çox ağıllı. Ağıldan başqa da Allah adamdır. O böyükləri, o çox az adamda. O Allaha inanc, Allaha söykənmək yoxdur. Onun üçün də mən hesab edirəm ki, Vəhdət Partiyası bundan sonra daha güclü olacaq. Sənlə bir yerdə, sözsüz ki, Tahir bəylə bir yerdə uğurlar arzuluyuram, həmişə qabaqda olun. Özdə mən gözləyirəm ki, siz bütün partiyaları birləşdirəsiniz. Çünki sizdə o qüvvət vardır və bundan sonra daha da inkişaf edəcək. Sağ olun. Asif Bey'i xahiş elədik ki, gəlsin, o da təbrikim versin. Demək, Azərbaycan Partiyasıdır. Gələcək Azərbaycan Partiyasının sədri. Buyurun, xahiş edin. Hər birinizi təbrik edirəm. Adəm bəyi yeni sədr seçilməsi münasibətlə təbrik etdiyim kimi Tahir bəyi də təbrik edirəm. Ona görə təbrik edirəm ki, partiyanın adını bundan sonra uca tutacaq, çox böyük və doğru seçim edib, qurultaya hazırlıq komitəsinin Adəm bəyin namizəd olaraq və partiyanın sədr olaraq seçilməsinə irəli sürülməsi Məclisin Vəhdət tarixində ikinci ən böyük hadisədir. Birinci, bu partiyanın təsis olunması və Tahir bəyin orada sədr gəlməsi olubsa, ikinci ən mühüm və tarixi partiyanın həyatında mühüm olan qərar idi və əminəm ki, Adəm bəy sizlərlə bir yerdə Azərbaycanın siyasi partiyalar sistemində Vəhdəti ilk elə üçlükdə olan partiyaya çevriləcəkdir və səsi nəinki parlamentdən, nəinki bələdiyyələrdən və daha böyük yerlərdən, koalisiya hökumətlərdən inşallah gedəcəkdir. Adəm bəyi təbrik edirəm. Uğurlar, uğurlar, uğurlar. Səsi bir yazıdım var. İcazə verin, görkəmli generalımız torpağımızın azadlığında çox böyük işlər görmüş, ali baş komandanımızın baxmayaraq generaldır, əskəri olmuş və özü də bir əskərdir. General Kifayət Elbrus mənimlə, Elbrus Orzuna söz verib, şərəfləndirsin. Buyurun, bura gəlsin. Büyük teşekkür bildirim ki, bugün bana kısmet olup davet edilmişsiniz. Çok sağ olun. Ben burada aziz dövüş kardeşlerim, səngər kardeşlerim əyləşirlər. Onların qabağında sırf eləmək üçün mənim böyük çətinlik çəkirəm. Ancaq mən bir general kimi, bir xalqımızın əskəri kimi, bir vətənimizin oğlu kimi bir gün burada o çıxışları eşidəndən sonra mən özümdə borc bildim ki, əgər imkansız məni o Vəhdət Partiyasının üzvü kimi seçəsiniz. Mən də istəyirəm bu partiyanın üzvü olum və öz canımla nə qədər mənə imkanı varsa vətən yolumuza, bu partiyanın qoyan məqsədi qorumaq və onu qabağa çəkmək, Azərbaycanı birləşdirmək üçün mən öz gücümü əsirgəm eləməyəcəm. Xahiş edirəm, Adəm məni o qeydiyyata salarsınız. Bu birinci hamımızı mən təbrik edirəm. İnanırsınız ki, 94-cü ildə mən Müdafiə Nazirinin döyüş əməliyyatlar üzrə mavili kimi Tərtər Gəranboy istiqamətində gedən qanlı döyüşlərdə mən bir polkovnik Ordur Elbrus kimi bizim hörmətli ulu göndərimiz baxmayaraq ki, mənim cəmi orada 35 yaşım vardı. Mənə cəbhə komandiri təyin edəndən sonra birbaşa tapşırıq qoydu ki, aman ermənilər vurub cəbhəni yarıb, Yevlax istiqamətinə keçəndən sonra Azərbaycanı parçalaya bilərlər. Və Gəncə istiqamətində gedən qanlı döyüşlərdə o Gəranboy Tərtər istiqamətində
bizim döyüş qardaşlarımız elə zamanda gəlib çatmışdı ki, burada dün Tərtərin nümayəndələri, Gəranboyun nümayəndələri iştirak edirlər. Onlar bilirlər ki, elə vəziyyət yaranmışdı ki, cəmi 800 metr qalmışdı Tərtərin işğalına. Ancaq o vaxtı Heydər Əliyev mənə zəng vurub və soruşanda ki, siz rayonu saxlayasınız, mən ona dedim ki, bu 92-ci ildir. 93-cü ildir, bu 94-cü ildir və bizim Ali Başkomandanımız var. O Ali Başkomandan kimi mən sizə söz verirəm. Biz Azərbaycanı qoymayacaq parçalamağa. Onun bir dənə sözü mənim yaddaşımda qaldı. 21 aprel 94-cü ildə mənə general rütbəsi verən zamanı o dedi, mən silahlı qüvvələrimizə minnətlərimi, təşəkkürümü bildirirəm. O qələbəni siz salmışsınız. Bir gün 2-ci Qarabağ müharibəsində bizim Ali Başkomandanımız, hörmətli prezidentimiz öz atasının qabağında and içməyi keçirdəndə onun vəsayəti yerinə yetirdi və dedi, mən silahlı qüvvələrimizə arxalanmışam. Mən inanıram ki, bizim partiyamızda silahlı qüvvələrimizlə arxalanacaq və gedər yolda hansı qəlblər lazım olsa biz sizin yanınızda olacaq. Təşəkkür edirəm. Sağ olun. Baş Məclis, MNTK və digər seçkilər doğru düzgün aparılıb seçkilir. Bu vallahi bir dəfə Azadlıq meydanında çıxış edildi. O vaxt bərkdən danışdım, Sərxan da aparatura gətirmişdi, qoymuşdu. Küsüləri deyirlər, biraz aralıdır da, resmen mikrofonsuz da danışmışam. Özü yeri gəlmişkən o vaxt, qalx igid, çağırır vətən, nə qədər gec deyil, bulanma sən, ya bir yolluk barış, köləliklə, azadlıq yolunda, gəl atayım. Biz həmişə oynayaq, sahib. İndi isə icazənizlə demək olar ki, biz bütün məsələləri qutardır. Sonda biz müraciət edəcəyik, amma ondan əvvəl istəyirəm ki, hörmətli qonaqlarımıza söz verəm. Mənim əziz qardaşım, həssət çox istədiyim, böyük alimin oğlu, millət vəkilimiz İlşən Müsayevi istəyirəm ki, dəvət edəyəm, bizi çox şad eləsin, şərəf versin qurtlarımıza. Teşekkür ederim Tahir müəllim. Əslində mənim məlumatım yox idi ki, bu mötəbər tədbirdə çıxış edəcəm. Ən azından biraz fikirlərimizi doktorlardır, amma finallarda xoşdur. Təbii ki, bizə şərəf verdiniz, söz vermək. Tamam, mən bugün sizin üzərinizdən fokuslanmaq istəyirəm. Edəcəyim çox qısa çıxışa. Sizi hər kəs çox istəyir, bildiyiniz kimi. Keçmiş həmkarlarınızla, silahdaşlarınızla, qohumlarınızla, dostlarınızla, övladlarınızla və siz çox istədiyimizdən dolayı da bizim hər zaman ən böyük arzularımızdan biri olur ki, sizin işiniz, sizin rəhbərlik etdiyiniz zaman işlər və rəhbər olduğunuz həm də Vəhdət Partisi hər zaman güclü olsun, siyasi meydanda olsun, ağlasanda olsun. Burada qeyd olundu partiyaların diyalog məsələsi. Həqiqətən də bu yeni bir tendensiyadır. Çox təəssüf ki, belə bir şeylər yoxdur. Hətta partiya sədrləri bir-birinin yasına və toyuna belə getməyə tərəddüd edirdilər. Kim nə deyər sualıyla. Və son vaxtlar artıq bu siyasi konfigurasiya dediyimiz yeni ənənə yarandı. Bu diyalog başladı və bunu ən çox müharibədən sonraki dövrlər üzərindən statları gətirirlər, amma bu müharibədən əvvəl artıq başlamışdı. Qeyd olundu, xüsusi təfərrüatlara varmaq istəmirəm. Administrasiyada yaradılmış yeni deyə bilərik, müvafiq şöbə
onun rəhbəri, hörmətli Ədalət müəllim və digər şöbə əməkdaşlarının böyük zəhməti var. Müharibə ələfəsi oldu, sonradan müharibənin özü oldu. Biz erməni vəhşiliyinə qarşı, Gəncə terroruna və sair məsələlərlə bağlı biz birgə bəyanatlar verdik. Sonradan səfərlərimiz oldu, işğaldan azad olmuş torpaqlara və həmin səfərlər çərçivəsində tam səmimi deyim ki, bəzən bir-birinə də xoşu gəlməyən insanlar belə ünsiyyətli oldular, bir-birini yaxından tanıdılar və bəzi rəqamlarda mehribanlaşdılar. Əlbəttə, xoşdur bütün bu tendensiyalarından görmək. Tayyip sizin haqqınızda burada çox xoş sözlər deyildi, onların hər birinə qatılıram. Son dərəcə səmimi, hətta o çılğınlığınızla bəzən belə, emosiyalarınızla belə, özü olan, öz fikri olan, cəsarətli, tam olan, dolğun olan və yekdil siyasi şuur düşüncəsi olan bir insansınız. Siz bugün millət vəkili deyilsiniz, amma bizim hərdən dərlənkarlarımızla sizin barədə söhbətimiz olur. Və biləsiniz ki, hamının bir mənalı fikri mövqeyi ondan ibarətdir ki, Tahir Kərimli ləyaqətli insandır, Tahir Kərimli bir kişi adamdır, düz adamdır və əsl dövlətçi adamdır. Mən düşünürəm ki, ümumiyyətlə ən gözəl çıxır, lakonik çıxışdır, insanları yormayan çıxışdır. Ona görə də son bir fikrimi deyil, çıxışımı ilkin başlamaq istəyirəm. Burada sizin evladınız çıxış edir, ümumiyyətlə təlim. Məncə, bu həyatda hər bir atanın ən ümdə, ən böyük arzusu olar ki, onun evladı onun haqqında bu cür və belə danışsın. Nə yaxşı olardı ki, bu çıxış sonuncu çıxış olardı, qızınızın çıxışı. Çünki o çıxış o qədər mükəmməl, o qədər sentimental, o qədər həssas, duyğulu və inanılmaz səmimi bir çıxış idi ki, o çıxışdan sonra əslində çıxış etmək mümkün deyil. O çıxışların ən mükəmməli və ən gözəli idi. Və hörmətli bacımıza buradan minnətdarlıq edirəm ki, çıxışıyla həm bizi düşünməyə vadar etdi, həm bizi duyğulandırdı, həm də bir tək Tahir Kərimliyə deyil, həm də Tahir Kərimli sevənlərə şərəf verdi. Mən, dəyərli qardaşımız, hörmətli dostumuz, çoxdan şəxsi münasibətlərimiz, dostluq münasibətlərimiz olan Adəm müəllimi də sədr seçilməyə münasibətli ürəkdən təbrik edir. Həqiqətən də Adəm müəllim əsl yerində olan siyasi təfəkkürü tam formalaşmış, böyük bir genin daşıyıcısı və həm də yaxşı adam. Mən o bəzən bu yaxşı adam fikrini çox yerdə deyirəm və mənə bəzən də onu da deyirlər ki, yaxşı adam olmaq hələ vəzifə deyil. Amma mənim düşüncəm ondan ibarətdir ki, təməl elə yaxşı olmaq və yaxşı olmadan sən istəyirsən 50 dənə kitab oxu, 50 dənə universitet tutur, kim olursansa ol, bu həyatda heç nə eləmək mümkündür. Və yaxşı adam olmadan faydalı olmaq mümkündür. Və yenə dərsində fokuslarla tanımam siz tərəfi, güya mən çıxışımı yeşunlaşdırırdım. Amma elə sizin də bu yaxşı insan olmağınızın əslində nəticəsi odur ki, vəzifəsiz də olanda da, hətta bundan sonra partiya sədri olmayanda da yenə hər zaman Tahir Kərimli olaraq qalacaqsınız və inandırım sizi ki, bundan sonra 30 il keçsin, 100 il keçsin. Siz Azərbaycan siyasətində elə bir iz qoymuşsunuz, elə damğa vurmuşsunuz ki, o iz heç vaxt silinməyəcək və nə yaxşı ki də silinməyəcək. Hər birinizdən fəxr edirəm. Mənim üçün şərəfdir burada olmaq, sizlərlə bərabər olmaq, qurultayın içində də iş qalıbsa uğurlar arası edirəm. Çox sağ olun.